İkinci Dünya Müharibəsinin qazanılmasında Sovet Azərbaycanı müstəsna rol oynadı. Həm Azərbaycan nefti, həm də elə qəhrəmanlarımızın göstərdiyi igidlik müharibənin taleyini dəyişməklə yanaşı faşizm üzərində qələbənin qazanılmasında mühüm addım oldu. Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, Azərbaycanın yolu həmişə mübarizələrdən keçib. Çünki indiki dövrdə də Azərbaycan qəhrəmanları müasir faşizm üzərində qələbə çaldı. Təbii ki, söhbət Ermənistan üzərindəki qələbəmizdən gedir və bu mövzunu millət vəkili Bəhruz Məhərrəmovla müzakirə edəcəyik. Xoş gördük Bəhruz müəllim. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Bəhruz müəllim, öncə qeyd etdiyim kimi istəyərdim 9 may qələbə günündən danışaq və bilir ki, bu qələbənin qazanılmasında Azərbaycanın müstəsna rolu oldu. 600 mindən çox Azərbaycanlı Qafqazdan Berlinə qədər mübarizə yolu keçdi. Onların qəhrəmanlığını necə deyərlər, indiki məqamda necə qiymətləndirmək olar? Çünki illər keçib üzərindən. Təşəkkür edirəm. Bəli, həqiqətən də bu bütövlükdə bəşəri dəyərlər naminə aparılan böyük bir savaş idi və bu savaşda Azərbaycan özünün təbii sərvətləri ilə və ən böyük sərvəti olan insan ehtiyatları ilə çox yüksək səviyyədə ittifaq dövlətləri arasında bəlkə də ən çox can, qan xərcləyən və təbii sərvətlər xərcləyən bir subyekt olaraq iştirak etdi və bu qələbədə də ölkəmizin müstəsna payı var. Və bugün Azərbaycan əskərinin Qızıl Meydandan hərəkəti, paradda iştirakı böyük qürur doğurur və orada iştirak hər bir Azərbaycanlı, orada o şərəfli, qalib dövlət olaraq iştirak hər bir Azərbaycanlını qürurlandırır. Sadəcə mən burada elə özümü xalqımıza tutub bir daha diqqət yetirməsini istəyirəm hər kəs o paradda. Baxın, müttəfiq dövlətlər demək olar ki, kimlər iştirak edir, hər birindən xəbərimiz var, amma baxın, onların arasında heç iştirak etməyən müttəfiq dövlətlər deyək. Bir dənə də olsun qalib əskər varmı? Qalib əskər yalnız Azərbaycan əskəridir. Real qalib əskər. Yəni müstəqil olandan sonra bu nə ayrıca Rusiyanın qələbəsi deyil, bu nə ayrıca hansısa bir digər dövlətin qələbəsi deyil. Bu SSR-nin qələbəsi idi o zaman. SSR və SSR-in də hər birimiz subyekti idi. Amma müstəqil subyektlər olaraq yanaşsaq, bugün müstəqil dövlətlər olaraq yanaşsaq, orada iştirak edən müstəqil dövlətlərin yalnız Azərbaycan əskəri qalib kimi hərəkət edir. Çünki Azərbaycan əskəri tarixinin, bütövlükdə MDB məkanı tarixinin, region tarixinin ən böyük qələbəsini qazanıb Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında. Bu bizim üçün böyük şərəfdir. Və eyni zamanda həmin o paradda iştirak edən ordular arasında yalnız bir ordu məğlub ordudur, o da Ermənistan ordusu. Ermənistan bugün də faşizmin, bugün də nasizmin, bugün də imperializmin yerdəki marioneti rolunu dırnaq arası böyük məmnuniyyətlə oynamaqda davam edir və nə qədər ki bu oyunu oynayacaq, nə qədər ki agresiv, radikal davranışlarda, qeyri-pragmatik mövqelərdə qalacaq, nə qədər ki dırnaq arası böyük Ermənistan ideyaları ilə yaşayacaq, terrorizm özünün hədəfi olaraq vasitəyə çatmaq üçün aləti olaraq seçəcək. Ermənistan ilə həmişə də hansı paradda nə qədər bəzənib, nə qədər məğrur görünüb yerisə də məğlub olaraq da qalacaq. Mən yenə söhbətimin əvvəlinə qayıdıram, bəli, bu qələbədə Azərbaycan xalqının, Azərbaycan kimliyinin böyük payı olub və burada mən bir daha o zaman həlak olan bizim babalarımızın ruhunu ehtiramla anıram və bir məqamı da xüsusi burada qeyd etməsəm olmaz. Bilirsiniz, qələbəni daşımağı bacarmaq lazımdır. 90-cı illərdə Azərbaycanın müstəqilliyinin yeni dövründə, AXC Müsavat hakimiyyət dövründə bilirsiniz, bax, o müharibənin qəhrəmanlarını barmaqla göstərib təhdid edirdilər. Onlara sanki düşmən kimi baxırdılar. Sanki başqası üçün vuruşmuş insanlar kimi baxırdılar. Yəni, onlar qələbəni və qəhrəmanlığı daşıya bilmirdilər. Necə ki, bugün Müzəffər Azərbaycanda, qalib Azərbaycanın vətəndaşları olmalarına baxmayaraq həmin o radikal təbəqələr bugün də əks qütbdə Azərbaycanın qələbələrini həzm edib daşıya bilmirlər. Aydındır. Bəhruz müəllim, ümumiyyətlə tarix elə gətirib ki, Azərbaycan bütün dövrlərdə mübarizələrdən keçib, hər zaman mübarizə aparıbdır. Elə o dövrdə də, indiki dövrdə də və elə indiki dövrə bugün də, yəni yeni Azərbaycan da belə deyək ki, faşizm üzərində qələbə çaldı. Söhbət təbii ki, Ermənistan üzərindəki qələbəmizdən gedir. Həm 44 günü, ümumiyyətlə 30 illik işğalı 44 gündə belə deyək ki, həll etdi. Daha sonra 23 saatlıq antiterror əməliyyatı, suverenliyimizin bərpa olunması və nəticəsini verdi. Axır ki, bu belə deyək ki, qalibiyyət və zamanında Azərbaycana və Azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədən şəxslər bugün məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verirlər. Bax, bunlarla bağlı da fikirlərinizi almaq istəyərdik. Çox doğru bir istiqamət vurğuluyursunuz. Alman
faşizmi ilə erməni faşizminin arasında inanın yerlə göy qədər fərq var. Alman faşizmi sadəcə bir ideologiya. Elə bir ideologiyadır ki, sanki almanlar hər kəsdən üstündür, aridir. Digərləri ona qulluq etmək üçün mövcud olmalıdır kimi bir təfəkkür var idi. Və almanlar Belarusu, Ukraynanı işğal edən zaman orada yerli hali yaşayırdı, işləyirdi. Hətta həmin o işğal dönəmində tikintilər də aparılıb orada. Əhalinin rifahı üçün də yalnız Almaniyaya işləyəcəyi halini, almanlara işləyəcəyi halini rifahı üçün müəyyən addımlar da atılmışdı. Amma siz ermənilərə baxın. Ermənilərin Şərqi Zəngəzuru, Qarabağı işğal dövründə, eyni zamanda Qərbi Azərbaycanı onların sakit işğalı dövründə, düzdür, o da qanlı qadalı bir işğal idi, köçürmələr, repressiyalar, amma müharibəsiz idi bu. O işğal dövründə görün bir nəfər Azərbaycanlı qaldı mı həmin torpaqlarda və qalanlar hansı vəziyyətdədir? Dünənki məhkəmədə də gördünüz, nənəni nəvədən nə vəziyyətdə ayırdılar və qalanlar hansı vəziyyətdədir? Xocalıda çəkilişlərdən biz görürük, ananın bətnindən körpəni çıxarıblar. Bax, erməni vəhşiliyi, erməni faşizmi bu faşizmdir. Yəni, Alman faşizmi nə qədər qəddar, nə qədər vəhşi olur olsun, erməni faşizmlə müqayisədə çox-çox daha humanist görünür. Baxmayaraq ki, faşizmə humanist demək olmaz. Yəni, Azərbaycan bax, bu faşizmin öhdəsindən gəldi və bununla da bəşəri dəyərləri biz böyük, hədsiz dərəcədə böyük bir, necə deyərlər, töhfədə bulunduq. Biz bir məqama mən diqqəti çəkmək istəyirəm. Təsəvvür edin, erməni faşizmi bütövlükdə yalnız ayrı-ayrı qrupların, yalnız sonradan kimlərinsə kənar subyektlərin təsiri ilə formalaşan bir məqam deyil. Hələ 1800 deməli 50-ci illərdən sonraki dönəmdə, hansı ki 1813-28-ci ildə bölgəyə köçürülən ermənilər bu bölgədə elə köçdükləri dövrdən etibarən yanakı qeyri-praqmatik məqsədlərlə hərəkət ediblər. Ermənistan dövləti özü dövlət olaraq yaranarkən bir toplumun özünü müdafiə hüququ, bir toplumun özünü müəyyən etmə, öz müqəddəratını müəyyən etmə hüququ ilə formalaşmayıblar. Onlar orada yalnız layihə olaraq Türk dünyasının, İslam dünyasının arasında bir layihə olaraq, tikanlı qanqal olaraq formalaşdırılırlar. Daha sonra 1877-ci ildə təsəvvür eləyin, bunların ilk təşkilatlanmalarından biridir. Cenevrədə o zaman Hınçaq Partiyası yarandı, ermənilərin ilk siyasi təşkilatlarıdır. Təsəvvür eləyin, təşkilatın 4-cü maddəsində proqramının bir mənalı şəkildə hərəkət üsulu kimi terror və təxribatlar göstərilir. Daha sonra 1890-cı ildə Daşnaksutyun yarandı. Daşnaksutyun partiyası yarandı, kifayət qədər proqramında bunun kifayət qədər, belə deyək də, müasir siyasi tələblərə cavab verən məqamlar əksini tapmışdı, amma gördülər, yox, ermənilər sivil mübarizə üsuluna hazır deyirlər. Və 1892-ci ildə təkrar qurultay keçirib, bir mənalı şəkildə terror, təxribatı əsas fəaliyyət istiqamətlərindən biri kimi götürdülər. Ondan sonraki dövrlərdə biz hələ Sovet dövrünün özündə hansı faciələrin, hansı terror aktlarının ermənilər tərəfindən yaşandığını şahid olmuşuq və yaxud da ki 18-20-ci il qırğınları, 1905-7-ci il qırğınları, daha əvvəlki dövrlər. Yəni, və buradan bir məqama qeyd edim. Nə zaman ki Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə idi, daha sonra SSR dövlətinin rəhbərlərindən birinə çevrildi. Erməni terrorizmində, erməni faşizminin də, erməni quldurluğunun da bax, həmin müddət faciə dövrü idi və onların heç birinin heç bir hərəkət imkanı qalmamışdı. Yalnız Ulu Öndər hakimiyyətdən uzaqlaşdırılarkən SSR zamanı ermənilərin təkrar əl-qolu açıldı və o zaman xatırlayırsınız, istər Bakı-Tiflis qatarında, avtobusunda, daha sonra qatarlarda, Azərbaycanın özündə nə qədər faciələrə yol açan hərəkət etdilər. Bütün bunlar onu göstərir ki, Ermənistanın dövlət siyasətidir bu və Azərbaycanın Ermənistan üzərində və havadarlar üzərində qələbəsi əslində faşizm üzərində böyük bir qələbədir. Azərbaycanın vətən müharibəsindəki şanlı zəfəri, möhtərəm cənab prezidenti Müzəffər Ali Başkomandanlığında bizim şanlı zəfərimiz əslində ümumbəşəri dəyərlərin xilası istiqamətində atılmış və BMT-nin özünün edə bilmədiyi çox gözlənilən, amma BMT üçün sözün əsl mənasında utanca çevrilən o ləkənin BMT üzərindən qaldırılması idi. Aydındır. Biraz mən bir məsələyə də istəyərdim toxunaq. Baxın, indi bugün həmin şəxslərin məhkəmə prosesi davam edir Azərbaycanda. Artıq neçə müddətdir ki, uzun müddətdir ki, ümumiyyətlə onlar məhkəmə prosesində tez-tez verdikləri ifadələrlə gündəmə gəlirlər. Yadınızdadırsa, bir müddət Xocalı aeroportunun partladılması məsələsi gündəmə gəlmişdi. Ötən gün, məsələn, məhkəmə prosesində Ermənistanın keçmiş
belə deyək ki, prezidenti Sarkisyanın o dövrdə, yəni 93-cü ildə həmin o bölgəyə hərbiçilərlə görüşü zamanı onlara belə bir tapşırıq verməsi ki, hücum əməliyyatlarının nəticəsində daha çox ərazilər tutulmalıdır. Ümumiyyətlə, baxın, belə məqamlarda onlar konkret olaraq ayrı-ayrı şəxslər deyil də, çünki orada predmetlər çoxdur. Konkret olaraq Ermənistan dövləti hansı məsuliyyəti daşıyır? Bir mənalı şəkildə əminliklə deməliyik ki, Zəngəzurun, Qarabağın işğalı və orada törədilən vəhşiliklər, çox saylı sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də ekosid, urbisit cinayətləri, bunların bir mənalı şəkildə təməlində dayanan ideologiya Ermənistandan qaynaqlanır və işğalçı tərəf bir mənalı şəkildə Ermənistan idi. Ermənistan da təbii ki, havadarlarına arxalanırdı. Və bugün həyata keçirilən məhkəmə prosesində də biz demək olar ki, hər prosesdə onlarla misalla qarşılaşırıq, onlarla dəlil və sübut ortaya qoyulur ki, Ermənistan bu prosesdə hansı rol oynayıb, Ermənistan rəhbərliyi, hərbi siyasi rəhbərliyi bu prosesdə hansı rol oynayıb, birbaşa rəhbərliyi eləyib, cinayətin birbaşa az qala icraçısı kimi çıxış ediblər. Bilirsiniz, Cinayət Prosessual Qanunvericiliyində cinayət mühakimə icraatının vəzifələri var və bu vəzifələrdən də biri cinayətlərin üzərini açmaqdır, həmin şəxsləri ifşa etmək və cəzalandırmaqdır, təqsirlərini müəyyən etməkdir. Bilirsiniz, indiki halda Azərbaycan hakimləri, bu məhkəməyə sədrlik edən və proses aparan hakimlər bəlkə də bu qədər açıq cinayətlərlə üz-üzə qalmamışlar. Adətən istənilən cinayət törədilərkən orada bağlı məqamlar olur, çox saylı digər nüanslara baş vurmaq cəhdləri lazım olur. Amma hətta ibtidai istintaqda da, məhkəmə istintaqında da cinayətlər o qədər aşkar şəkildə üzdədir ki, o qədər aşkar formadadır ki, bəs elə buna görə də xatırlayırsınızsa, Azərbaycanın antiterror tədbirlərinin öncəki o vətən müharibəsi və antiterror tədbirləri öncəki dövrdə artıq Qərb, o cümlədən ABŞ-ın demokratlar administrasiyası, eyni zamanda Fransa xüsusilə, hansı ki bu proseslərdə, hansı ki terrorizmi dəstəkləyib, hansı ki separatizmi dəstəkləyib, bunlar ona görə əl-ayağa düşmüşlər. Ona görə Samandha Power gəlirdi, sərhəddə dayanırdı. Ona görə Fransa səfiri hər gün gəlirdi, az qala sərhədlərdən burnunu soxmaq istəyirdi Ermənistanın Fransadakı səfiri. Onlar bilirdilər ki, Azərbaycan onların hamısını bir-bir ədalət mühakiməsi qarşısına çıxaracaq və o gələnlər də hər biri, bir Azərbaycan atalar sözündə deyildikmi, o bülbül kimi ötəcəklər və göstərəcəklər onlar tapşırıqları hardan alıb, onlara kimlər kömək edib. Bax, bugün həmin məhkəmə əslində bu yalnız Azərbaycan daxilində Azərbaycan ədalət mühakiməsinin keçirdiyi bir məhkəmə deyil. Bu, ümumbəşəri dəyərlərə qarşı törədilən cinayətlərin hesabının soruşulmasıdır. Azərbaycan ədalət mühakiməsi artıq bir mənalı şəkildə özünü beynəlxalq tribunal kimi göstərə bilir. Bilirsiniz, yalnız Azərbaycan insanı ona görə hədəfə alınıb. Şu Azərbaycanlıdır, bu soyqırım cinayətidir. Soyqırım ümumbəşəri niyyətlərə qarşı törədilən cinayətdir. Soyqırım bütövlükdə bəşəri dəyərləri hədəf alan cinayətdir və bu mənada Azərbaycan ədalət mühakiməsi konkret olaraq bax bu separatçıların, bu quldurların, bunlara artıq biz, düzdür, məhkəmə qərarı yoxdur, amma o qədər əməllər törədiblər ki, onlara cinayətkar deməkdən biz çəkinmirik. Və faktların təsdiqini tapıb kifayət qədər. Faktlar məhkəmə qərarı olmasa da belə, faktlar hətta bizim ittihamlarımız olmasa da belə öz dillərindən o qədər faktlar üzə çıxır. Bax, o gələn şahidlərin hər biri onlarla fakt deyir və bunlar da məcbur olub təsdiqləyirlər və təsdiqləməklə bərabər müəyyən mənada özlərini təmizə çıxarmaq istəyirlər. Amma budur vəziyyət. Yəni, indiki məqamda, bax, 9 may qələbə günündə Böyük Vətən müharibəsindəki qələbədən, 2-ci Dünya müharibəsindəki qələbəni qeyd etdiyimiz bir dövrdə mən hesab edirəm ki, ədaletin təcəllası bir mənalı şəkildə məhz bu şəkildə olmalıdır. Azərbaycanın öz torpaqlarını azad etməsi, separatizmə son qoyması və bununla da bütövlükdə bəşəri faşizmin ən ağır forması olan erməni faşizminin bax Azərbaycan ədalət mühakiməsi qarşısına çıxarılaraq müvafiq cəzalandırılması istiqamətində addımların atılması. Bəhruz müəllim, elə məhkəmədən söz düşmüşkən sonuncu məhkəmə prosesində, yəni ötən günkü məhkəmə prosesində orada şahid ifadələri bilirsiniz ki, tez-tez səsləndirilir. Orada bir nəfərin ifadəsi diqqətimizi çəkdi. 14 yaşında oradan çıxır və bugün artıq zərər çəkmiş qismində ifadə verir. Qeyd edir ki, Ermənistan ordusunun hərbiçiləri 23 nəfəri gözümün qarşısında diri-diri bastırdılar. Yəni söhbət burada 14 yaşında bir, belə deyək ki, yeniyetmənin gözünün qarşısında bu proseslərin baş verməsi məsələsidir. Özdə Azərbaycanlılara qarşı. Ümumiyyətlə, bax, belə olan halda beynəlxalq konvensiyalar nə deyir? Deməli, istənilən halda ortada beynəlxalq hüququn çox ciddi pozuntusu var. Bunu biz illərdir deyirik. Bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ifadə eləyirdi.
işğal təcavüz faktında. Amma təəssüflər olsun ki, dünya ikili standartlarla yanaşırdı. Biz Xocalı soyqırımına məruz qaldığımız bir dövrdə o zaman ABŞ-ın Demokratlar Administrasiyası Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi, azadlığa dəstək aktını. Bax, budur mu onların baxışı? Və bu mənada əlbəttə ki, beynəlxalq hüquq bir mənalı şəkildə istər beynəlxalq humanitar hüquq, Haqa və Cenevra hüququ, istər digər çoxsaylı hüquq aktlar, insan haqları hüququndan biz tutsaq, digər bütün istiqamətlərə qədər bu bir mənalı şəkildə çoxsaylı pozuntudur. Və bax, bugün biz 4000-dən yuxarı soydaşımızın taleyi barədə suallar gətiririk. Yaxşı, elə yalnız bir şahid 20 nəfərdən yuxarı insanın güllələnərək məhv edildiyindən danışır. Deməli, bu deməkdir ki, bu aşkar şəkildə Azərbaycanlı olduqlarına görə, məhz Azərbaycanlı kimliklərinə görə onlar hamısı məhv edilib. Bu əlbəttə ki, bir mənalı şəkildə soyqırım cinayətidir. Soyqırım isə beynəlxalq, bilirsiniz, hətta Roma statutunda belə soyqırım bir mənalı şəkildə köklü araşdırılan cinayət kimi tanınır və bu mənada hesab edirik ki, əslində bu məhkəmədə müəyyən ediləcək faktlar əgər nə zamansa özünü beynəlxalq ictimaiyyət adlandıran o güclər həqiqətən beynəlxalq hüquq adına nəsə bir addım atmaq istəsələr, Azərbaycan məhkəməsinin qərarı, Azərbaycan məhkəməsinin bu məhkəməsinin müvafiq hökmü ən möhtəşəm prodüsal imkana çevriləcək. Aydındır. Bir məsələndə soruşmaq istəyirdim. Deməli, ötən gün Milli Məclisdə Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı qanun layihəsinin hazırlanması təklif olundu. Bununla bağlı sizin fikirlərinizi bilmək istəyirdim. Ümumiyyətlə, deputat həmkarlarınız belə bir fikir irəli sürdülər. İstəyirdim ki, baxın, bununla bağlı hansı formada bu reallaşa bilər? Əslində bu, bilirsiniz ki, Milli Məclisin xüsusi plenar iclasında həmkarımız Kamal Cəfərov tərəfindən səsləndirilib və əslində bu mövqe daha öncədə, bu mövqe əlbəttə qanun layihəsinin, qərar layihəsinin hazırlanması yox, sadəcə mövqe olaraq möhtərəm cənab prezidentin özünün də ifadəsində var. Zəngəzurun bütövlükdə yalnız indi başlayaq İrəvandan, çünki ilk proses İrəvandan başlanıb. İrəvanın Ermənistana verilməsi bu tarixi cinayət idi, bu xəyanət idi. Bunu möhtərəm cənab prezident də deyib və bir mənalı şəkildə istənilən sağlam təfəkkür, Azərbaycançılıq məfkurəsinə bağlı istənilən, düşünən, aydın eyni fikirləri təsdiqləməlidir. Bəli, İrəvanın da, Zəngəzurun da ermənilərə verilməsi bu bir mənalı şəkildə əlbəttə ki, cinayətdir, Azərbaycan xalqına qarşı cinayətdir, milli xəyanətdir və bilirsiniz, tarixdir, olan, olub, keçən keçib. Amma biz bugün bu proseslərdən danışırıqsa, mən də o qənaətdəyəm ki, həmin proseslər hansısa formada rəsmiləşməli, hüquqi qiymətini almalıdır. Yalnız çıxışlarda, nitqlərdə ifadə olunmamalıdır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Qeyd edək ki, biz həm o dövrdə, həm də bu dövrdə qəhrəmanlıqlarımızdan, faşizm üzərində qələbəmizdən danışdıq. Bu mövzunu təbii ki, biz millət vəkili Bəhruz Məhərrəmovla birlikdə müzakirə etdik.